Javier! Kim şot yazıb bura Barcelona X? Biri xeyirlər qoymayırsan Allah. Məni niyə bir dənə ilə çəkirsiniz? Birini də buradan qoyub çəkərdiniz də. Kim atqaz elədi məni çağırdınız? Mən çox reytinq verən bir qonaq deyirəm, amma daha məşhur dostlarım var kontaktımda. Siz çağırım onlar gəlsin. İnşallah bu video tutar, bu əziyyətimə dəyər. Bax onu deyirdim mən. İnsanın hədəfi olmalıdır bir şey eləyəndə. Emilia burada. Burada. Melisa. Burada. Victoria. Diana. Monica. Angelina. Bu nə də xarici vətəndaşlar departamenti kimi. Azərbaycan Texnik Universitetini Radiotexnika Rabitə fakültəsini bitirmişəm. Həm bakalavr bitirmişəm, həm magistr bitirmişəm. Bakalavrda qırmızı diplomla bitirmişəm. O istiqamət ailəmin seçdiyi istiqamətdir. Radiotexnika Rabitə fakültəsi. Bizim ailədə hamı internet mühəndisidir. Valideynlər həmişə haqlıdır, onlara qulaq asmaq lazımdır. Öz sahəmdə 1 il 6 ay işlədim, sonra sağollaşdım, keçdim istədiyim şeyə. Mən bloger kimi fəaliyyətimə başladım, sonra aktyor kimi filmlərə təklif aldım, daha sonra ssenarist kimi, son olaraq ssenarist kimi təklif aldım. 10-11 ildir video çəkirəm. Əvvəllər çox aktiv idim, son vaxtlar yox, o qədər də aktiv deyiləm. Mangal, kuyruğun iyi gəldi, kuyruğun iyi gəlir. Getmirik də, prosto getmirik ya. Bir dənə video çəkirəm, bütün platformalarımı atıram da, niyə də atmayım? WhatsApp statusuma da qoyuram. Qohumlarım oradan izləsin, yaşlı qohumlarım, Instagramım olmayanlar, görsünlər Elvin nə iş görür. LinkedIn-də bir ara işsiz qaldım, profil açdım, başım çıxmadı, nətər istifadə edirlər. Bilmədim, mənmi kiməsə yazmalıyam, mən işsizəm. Yoxsa onlar mənə yazmalıdır, qaqa iş lazımdır, bilmədim nətər istifadə edirlər. Evdəkilər gülsün deyə video çəkmirəm mən. Kütlə gülsün deyə video çəkirəm, güldürmək asandır, anlatmaq çətin olur. Yaxşı aktyor hissi ötürə bilən aktyordur məncə. Sözü səhv desə də olar. Heç mənim aktyorluğum fəaliyyətimin bağlı soruşmaz. İnsanlar mənə bloger kimi tanıyacaq. Mən istəyirdim olduğum proyektlərdən danışam, amma danışa bilmədim. İyi, risk uçup gedirsən oradan. Doğrudan üçlü ya, ne istedadlı uşaqlar var ya burada.